Qardaş soruşur ki, adam var oruclu halda danışığını bilmir. Təhqir eləyir, pis sözlər alır ağzına. Bu adama mən nə deyim? Bir çox insanlar oruç tutur. Sadəcə o orucdan ona yalnız aclıq qalır. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Mən ləm yəda' qavlə zuri fəleysə lillahi hacətun ən yəda' ta'amahu və şərabə." Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim pis sözü, pis kəlamı, fühuş sözləri tərk etməzsə, ona orucundan yalnız aclıq qalar. Allah subhanahu və teala'nın o oruca ehtiyacı yoxdur. Ona görə oruç tutarkən pis söz danışmaq, fühuş sözlər istifadə etmək, ədəbsiz davranmaq, bunlar hamısı orucun savabını azaldır möhtərəm qardaşlar. Ona görə oruç tutan insan bütün əzaları ilə oruç tutmalıdır. Qulağımızda, gözümüzdə, ayağımızda, əlimizdə, dilimizdə bütün əzalarımız oruç tutmalıdır. Ona görə oruç tutarkən diqqətli olmalıyıq.